Azərsüd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzinin baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də Şəfalı Həyat sizinlədir. Və mən sizin həkim dietoloq Şəfa Gəncəgərova yenə də sizinləyəm. Bugün isə hardan başlayırıq? Elə mətbəxdən başlamaq istəyirəm. Çünki artıq bugün ayın 30-udur və oruçluq bayramıdır. Və bəzi insanlar oruç tutur və fikirləşirlər ki, artıq mən oruçluq bitdi və mən hər şey yeməliyəm. Bax, elə o insanlar, kimlər ki deyir, hər şey yeməliyəm. Onlara axşama yüngül bir kefir bir detoks paylaşacağım. Çox hasant yüngül hazırlanır. Hər kəs bunu edə bilər. Həm faydalıdır, həm sizi doyumlu tutacaq, tox tutacaq və eyni zamanda müxtəlif maddələr, mədə, bağırsağınızı daha da gözəl çalışdıracaq. Odur ki, diqqətiniz bizdə olsun. Nədən başlayırıq? Öncə başlayırıq. Kefirdə mən bunu qəşəng-qəşəng qarışdırmağı sevirəm. Və bura harca 200 ml belə bir gözəl dadlı kefir. Çox hasant hazırlanır. Hətta kimlər ki kilo vermək istəyirlər, bunlar da istifadə edə bilərlər. Bunun üzərinə chia toxumu, düşünürəm ki, hamı bilir chia toxumu nədir. Chia toxumu mədə bağırsağı gözəl çalışdırır, insanı tox tutur, metabolizmanı sürətləndirir və arıqlama prosesinə müsbət təsir göstərir. Bu tərkibi edirik və hardasa yarım saat 40 dəqiqə saxlayırıq. Bunun üzərinə katan toxumu, əsasən də əziz xanımlarımıza məsləhət görürəm ki, 40 yaş üstü hər kəs gündə bir çay qaşığı kətan toxumu qəbul etməlidir. Əgər sümüklərinizdə problem varsa bir çay qaşığı səhər qəbul edirsə, əgər qəbizlik varsa bir çay qaşığı axşam üyüdülmüş şəkildə qəbul edirsiniz. Bunun üzərinə sarı kök, mən deyərdim ki, sarı kök bütün ədəvaların ən belə padşahıdır, az, zövqünüzə uyğun bu şəkildə qarışdırırıq. Bunun üzərinə biz alma əlavə edəcəyik. Nəyə görə alma? Çünki birinci növbədə alma liflərlə zəngindir. Tərkibini dadlı eləyəcək. Elə almanı xırda-xırda doğrayırıq. Və kim istəyir, sürtkənçikdən də keçirə bilər. Mən artıq doğradım. Nəyə görə doğrayıram? Çünki doğrayanda, ümumiyyətlə, insan çeynəyəndə həm mədədə turşu sintez olunur, ifraz olunur və insan çeynəyən zamanı beyinə 20 dəqiqədən sonra impuls çatır, doyum impulsu. Ona görə hər hansı yeməyi harda olduğumuzdan asılı olmayaraq, birinci yeməyi sifariş etdikdən sonra digər yeməyi heç olmasa 20 dəqiqədən sonra yiyin. Çünki artıq 20 dəqiqə insan doyum hissini hiss edir. Artıq bizim belə bir detoksumuz hazırdır. Hər axşam bunu qəşəng qəbul edirsiniz. Həm tox olursunuz, həm düz qarın istəyirsinizsə, düz qarını əldə edirsiniz və təbii ki, metabolizmalı sürətlənir, tərkibində olan müxtəlif maddələr, mineralları qəbul edirsiniz və hər zaman şəfalı qalırsınız. İndi isə keçirik bizim qonaqlarımıza. Bugün studiyamızın xüsusi qonağı var. Mənim əzizim, illər boyunca dostum. Amma bu insanı tanımayan insan yoxdur. Əməkdar incəsənət xadimi, kino rejissor, kinoşünas. Mən deyərdim ki, Azərbaycan kinosunun canlı əfsanəsi mənim əzizim Ayaz Salayev bugün studiyamızın qonağıdır. Buyurun Ayaz Salayev. Necəsiniz Ayaz müəllim? Sağ olun, çox sağ olun. Xoş gördük. Necəsiz? Çox şadam ki, bugün Şəfalı Həyatın məhz qonağı sizsiniz. Çox sağ olun ki, dəvət eləmisiniz. Siz bizim dəyərimiz, hörmətli qonağımızsınız və biz sizi çox sevirik. Bugün gözəl sizlə söhbətlər edəcəyik. Buyurun, əyləşin Ayaz müəllim. İstəyirəm növbəti qonağımızı təqdim edim. Yoga, pilates üzrə mütəxəssis, artıq 20 ildən çox bu sahədə çalışan bir mütəxəssimiz Maral xanım Əhmədzadə bugün bizlə bir sirrini paylaşacaq. Necə idmansız, pərisiz, yalnız tənəffüs idmanıyla insan yağlardan azad ola bilər. Gəlin onu artıq Maral xanımdan soruşaq. Buyurun Maral xanım, xoş gəlmişsiniz. Necəsiz? Ay maşallah, maşallah. Salam, özü gözəllik canım rəmzidir. gözüm, çox sağ olun. Məni verilişdə dəvət etdiyiniz üçün çox təşəkkürəm. Bəli, belə bir texnika var. Tənəffüs texnikasından insan yağlardan azad ola bilər. Əlbəttə ki.
Bax elə bu barədə sizin sirvizi ilk dəfə Şəfalı Həyatda birazdan səsləndirəcək. Buyurun siz əyləşin. Amma siz diqqətiniz bizdə olsun. Çünki bir neçə dəqiqədən sonra Maral xanımın bütün sirləri əldə edəcək. İndi isə keçid alırıq. Bizim əzizimiz, gözəl səsi, gözəl musiqisi, gözəl ifaları, gözəl rəqsi. Çünki onun özünə xas bir, belə deyəm, xarizması var, özünə xas öz ifası var, öz repertuarı var. Özün belə çox gözəl də rəqs eləyir. O repertuarı bir musiqini ifa eləyəndə o qədər canlı onu ifa eləyir ki, adam baxmaqla doymur. Bizim sevimlimiz Azad Şabanov. Buyurun Azad. Suya kalmış cümleleri, biz yarım kalan boş sayfaları. Senle ikimiz unutmuşuz biz çetin bir de biz sevileri. Bilmezdim bu aşk benim yüreğime yara olur. Bilmezdim yaş olup o akar benim yanağıma. Bilmedim derdin nedir düşmür hayat yakamızdan. Birleşip yüreğimiz iş çevirir arkamızdan. Düşündüm unuturam ama benden alakasız. Bak nece sevir seni yanan yürek behanesiz. Nece de sevindirir senin donmuş resmin onu. O her şeyden kaçarak gelip sana teslim olur deli. Gözlerinden okunur benim. Gel kalak her şeyden uzakta. Onsuz etrafta her şey sahta. Gel sen bana emin ol. Benim eşk beni bit benim emin ol deli. Gözlerinden okunur benim. Gel kalak her şeyden uzakta. Onsuz etrafta her şey sahta. Gel sen bana emin ol. Benim eşk beni bit benim emin ol deli. Bilmezdim bu aşk benim yüreğime yara olur. Bilmezdim yaş olup o akar benim yanağıma. Bilmedim derdin nedir düşmür hayat yakamızdan. Birleşip yüreğimiz iş çevirir arkamızdan. Düşündüm unuturam ama benden alakasız. Bak nece sevir seni yanan yürek behanesiz. Nece de sevindirir senin donmuş resmin onu. O her şeyden kaçarak gelip sana teslim olur deli. Gözlerinden okunur benim. Gel kalak her şeyden uzakta. Onsuz etrafta her şey sahta. Gel sen bana emin ol. Benim eşk beni bit benim emin ol deli. Gözlerinden okunur benim. Gel kalak her şeyden uzakta. Onsuz etrafta her şey sahta. Gel sen bana emin ol. Benim eşk beni bit benim emin ol deli. Bravo! Azad Teşekkürler. həmişəki kimi öz repertuarında, öz gözəl ifası ilə, hətta çox gözəl rəqsi də var. İndi Hər vaxtınız əyləşib xeyir olsun. söhbət edək. Elə
Sizə gözəl çay Salam aleyküm. dəmlədim. Azad, sən oxuyana kimi mən qaçdım elə mətbəxdən, tez gözəl bir çay dəmlədim. Çayın ətri Qonaqlarımıza gəlir, gözəldir. Bir daha xoş gəlmisiniz elə sizə. Qoy biraz çay dəm alsın. Birazdan gözəl çay içərik, söhbət edərik. Elə istəyirəm Ayaz müəllim, elə sizdən başlayaq. Siz bizim böyümüzsüz, əzizmişsiniz. Yəni siz belə deyək də, Azərbaycan kinosunun bir canlı əfsanəsisiniz. Hətta mən balacaydım. Hər zaman retro verilişi gələndə axşam mütləq axşamlar olurdu. Biz onu səbirsizliklə gözləyirdik. Hal-hazırda bizi mənim yaşlılarım da izləyənlər var və hamı Ayaz müəllim deyəndə retro o dəqiqə yadımıza düşürdü. Biz o qədər gözəl siz o kinolardan danışırdınız. Eyni zamanda düzdür, sizin özünüzün yaradıcılığınız da çox böyükdür. Bugün Ayaz müəllim nə ilə məşğuldur? Nə yeniliklər var? Ümumiyyətlə kinomuzun, təkcə incəsənətimizin gələcəyi haqqında çox düşünürəm və bu haqda sözün düzü çox da danışıram mən elə gəlir ki, son vaxtlar. Mən bugün kinomuzun çiyninə çox böyük məsuliyyət düşür. Mən elə düşünürəm. Bu məsuliyyət ondan ibarətdir ki, kino mən elə düşünürəm ki, millətin bir güzgüsü olmalı. Təbii ki, kinonun bir çox funksiyaları var, əyləndirmək, təbliğat, amma əsas, ən başlıca, mən elə düşünürəm, məqsədi sənət əsərləri yaratmaqdır. Sənət əsəri isə bizim əsl sənət əsəri olan bir, istər film, istər nəsr əsəri, istər povest, istər roman, istər şeir, istər simfoniya, hər hansı bir sənət əsəri bizim həyat təcrübəmizi zənginləşdirir. Bizim həyat təcrübəmizdən kənar bir şey göstərir. Bizi daha mürəkkəb eləyir. Məsələn, simfonik musiqi. Siz başa düşəndə ki, hiss eləyəndə, simfonik musiqini mütləq əvvəldən başa düşmək bəlkə də qeyri-mümkündür, amma siz görəndə ki, siz hiss eləyəndə daha doğrusu ki, simfoniya sizin daxili aləminizdə hansısa, yəni bir əks-səda yaradır. Sizin hansısa daxilinizdə olan hissləri mürəkkəbləşdirir. İnsan heyvan aləmindən ona görə fərqlənir ki, onun zəngin daxili aləmi var. Bu zəngin daxili aləmini öz-özümüzdə görməyi, hiss eləməyi, eşitməyi bacarmalıyıq və böyük sənət əsərləri, o cümlədən kino, bax bu cür bizim daxili aləmimizi zənginləşdirir. Belə filmlərə ehtiyac var. Əsl milli kino, milli yüksək mənada milli kinoya ehtiyac var ki, xalq, millət filmə baxıb öz-özünü dərk edə bilsin, özünü anlaya bilsin. Özünü orada görə bilər bir insan. Yəni daha çox özünü başa düşə bilsin, özünü qavraya bilsin, özünü bu çox mühüm bir, necə məsələn bizim xalqımız üçün Bayatı Şiraz muğamını yaradır. Məsələn, nə dərəcədə yüksək bir musiqidir, birbaşa göylərlə danışan, ünsiyyətdə olan bir musiqi. Mən arzulayıram ki, filmlər də o cür olsun, ədəbiyyat da o cür olsun. Biz artıq həqiqətən də tarixi bir anları keçirdik və biz tarixi bir millətə çevrildik. Artıq tarixi bir millətə və bu baxımdan sənət, o cümlədən kino xalqımıza mən də düşünürüm ki, çox borcludur. Bəs yaxşı, bunlar niyə yoxdur? Bax, bu dediklərimiz niyə yoxdur? Bunlar üçün biz nə etməliyik? Xüsusilə kinoya gələn insanlar bu funksiyanı, bu vəzifəsini dərk eləməlidir. Pul ya şöhrət dalınca ora gəlməməlidir. Afsuslar olsun ki, görürsə ki, çox zaman məqsəd ya da pul qazanmaqdır, ya da şöhrət və s. və s. Bütün bunlar müəyyəti şeylərdir, amma əslində sənətkar bir zamanı, həyatı qəlbindən keçirirsə və qəlbindən keçirəndə onu ya ekrana, ya səhifələrə, ya harasa, musiqiyə gətirə bilirsə, əsas zamanı qəlbindən keçirmək vəzir. Bu çox çətin bir şeydir, amma bu əslində sən onu hərdən ona nail olanda sən həqiqətən də çox xoşbəxt olursan. Və əsl yüksək bir xoşbəxtlik ki, sən zamanı içində yaşada bildin. Zamanı, xalqı, milləti içində
yaşatmaq qabiliyyətidir. Deməli mən belə başa düşürəm. Bunun üçün insan sevməlidir. İçindən o gəlməlidir. Bəli, Yəni bəli, bəli. burada yalnız maddiyyat yox, burada birinci növbədə mənəviyyat olmalıdır. Bu siz çox dəqiq dediniz, sevməlidir. Bəli. Nəyi? Həyatı. Bu çox çətin bir şeydir. Həyatı özündən çox sevməlidir. Nə Başa gözəl. Nəyisə həyatı, ətraf mühiti sən özündən çox sevəndə, amma eyni zamanda özünü bir şəxsiyyət kimi, bəlkə də peyğəmbər kimi dərk eləyəndə, bu iki duyum, o birləşəndə bu halda bir dənə də şey var ki, o əfsuslar olsun ki, insandan asılı deyil, heç asılı deyil. Və bu bəzən gəlir, bəzən gəlmir. Bu ancaq Allahın işidir və bu dəhşətli bir şeydir. Bu da istedad. Dahi bir rejissor, hamının, təkcə mən hamının sevdiyi Federico Fellini. Bəli. Onun bəzi filmlərinə baxırsan, 50-ci illərdə, 54-cü yol, 54-cü yol, 58-ci Kabiryanın gecələri, 8 yarım 60. Çünki baxırsan ki, Allah bunları necə çəkim? Axı bu nətər, necə? Sonraki filmlərə baxırsan, kaş o filmləri çəkməyəydi. Kaş o filmləri, amma özü görmür ki, ən dəhşətlisi odur ki, o özü görmür, özü başa düşür, harada bu yaradır, harada yox. Yəni bəzi vaxt o istedad yaranır, sonra yaranmır. İstedad çox qəddar bir şeydir, O qədər maraqlı danışırsınız ki, hətta bir anda hiss etdim ki, nəfəs almamı unutmuşam. Elə digər qonaqlarımızla da reklamlardan sonra davam edəcəyik. Odur ki, keçirik reklamlara. Если ты идешь по улицам, все кругом тобой любуются, и бульвар листвой волнуется, и веселит сияние дня. Улыбаются хрустальные окна, близкие и дальние, но глаза твои печальные опять не смотрят на меня. Пойдем, ждут с тобой у нас давно друзья. Без друзей на свете жить нельзя. Руку дай, пойдем, взгляни. Мир бушует, как морской прибой, но тепло и доброту с тобой в каждом сердце найдем. Ты в мире лучшая, так зачем меня ты мучаешь? Будь же ты в любви доверчива, ведь ты не веришь никому. Хочешь, милая и нежная, на руках тебя по городу, по всему родному городу я словно счастье пронесу. Пойдем, ждут с тобой у нас давно друзья. Без друзей на свете жить нельзя. Руку дай, пойдем, взгляни. Мир бушует, как морской прибой, но тепло и доброту с тобой в каждом сердце
ждут с тобой, у нас давно друзья. Без друзей на свете жить нельзя. Руку дай, пойдем, взгляни. Мир бушует, как морской прибой, но тепло и доброту с тобой в каждом сердце найдем. Ay nə gözəl Azad. Təşəkkür edirəm. Əslində bu mahnı gözəl bizim sənətkarımız, gözəl ifaçımız, gözəl müğənnimiz Rüfət Mexsivin xatirəsinə həsr olunmuşdu. O vaxt o ifa etmişdi bunu. Bəli. Azad, bilirəm ki, sənin artıq may ayının 23-ü gözəl bir solo konsertin olmalıdır. İnşallah. Hətta keçən il elə səhv eləmirəmsə mayın 29-u Filarmoniyada keçirilmişdi. Çox möhtəşəm bir konsert idi. Hətta onu da vurğulamaq istəyirəm ki, Azad o qədər gözəl ifa ilə bərabər rəqs repertuarı, o qədər fərqli bir repertuardaydık ki, çox bəyəndim. Özüm də konsertinizdə iştirak eləmişdim bütün ailəmizlə bərabər. İndi bu il səhv eləmirəmsə Heydər Əliyev sarayında olacaq. Keçən il elə düz vurğuladınız 29 may tarixində bu Nəsə may ayı sənə düşərlidir. Yox, sadəcə olaraq may ayı oldu. Həm də ki, havanın çox isti olmayan vaxtıdır. Bəli. 29 may elə ilk arzum idi ki, mənim ilk konsertim Filarmoniyanın məhz balkonunda, belə deyim, yay zalında Gözəl idi, olsun. çox. İlk arzum elə orada idi, orada da oldu. Mən həmişə arzu etmişdim, nə şükür olsun arzum yerinə için oldu. İndi ikinci konsertə qaldıqda birinci konsert təbii ki, bu ilk konsert idi və sadəcə olaraq bir konsert şəklində idi. Amma növbəti konsert inşallah may ayının 23-ü Heydər Əliyev sarayında olacaq və bu musiqili etirafdır. Bir əsər adlı musiqili etirafdır. Bu sadəcə bir konsert konseptində olmayacaq. Bu bir digər konsert, belə deyim, ab-havasından biz qırağa çıxmışıq. Bu deməzdim musical. Çünki musical sıfırdan yazılmış musiqin olmalıdır. Bu mənim anlarımdan ibarət bir musiqili etiraf olacaq. Artıq nə cür olacaq, nə cür tamaşa şəklində olacaq. Çox maraqlı bir şey olacaq. Çox maraqlı bir proyektdir və burada böyük bir komanda işləyir və inşallah mayın 23-ü insanlar, tamaşaçılar, mənim əzizlərim, sevdiyim insanlarım gəlib, baxıb bəyənərlər məncə. Odur ki, mənim əzizlərim, mayın 23-ü Heydər Əliyev sarayında Azad Şabanovu bütün sevənlər mütləq konsertdə iştirak edə bilərsiniz. Elə mən birinci sırada olacağım. Birinci yer və birinci sırada mütləq, çünki onu çox sevirəm. Gözəl ifalarını, gözəl rəqslərini, gözəl belə səsini. Azad, çox gözəl dedin ki, həmişə arzu etmişdin ki, Filarmoniyada açıq balkonda. Bilirdim, mən onu təsəvvür də edirdim. Bilirdim ki, ilk konsertim olacaq. Arzuların Azad, bax eləcə Çin olsun. Amin. Ən kiçik elə o arzun olsun. Yəni o qədər keçi, amma çox əziyyət çəkmişdin, zəhmət çəkmişdin. Yadıma gəlir, çox həyəcanlar var idi müəyyən konsertdə. Amma qeyd edeyim ki, Ayaz müəllim də bayaq qeyd elədi. Hər şey sevgidən başlayır. Sevgi olmasa, yəni ki, mən öz işimə şəxsən bunu etiraf edirəm və bir çox insanlar məni hardasa qınayır ki, sən düz yanaşmırsan, biznes kimi yanaşmırsan. Mən başa sala bilmirəm ki, mən biznes kimi yanaşsam öz işimə, mən hardasa özümə qarşı xain kimi hiss eləyəcəm. Bəlkə də kimsə yanaşır, bu onun mövqeyidir və özü bilər, öz işidir, öz taleyidir, öz peşəsidir. Amma əslində bəlkə də biznes kimi yanaşsaydım, bir çox üstünlüklər daha çox olardı. Qazanc baxımından da və digər sahələrdən də. Amma şükür olsun, elə olduğum yerdən məmnunam. Və ancaq irəliyə doğru. Yox, irəliyə doğru sevgi ilə birlikdə irəliyə doğru və Ayaz müəllim dəstəkləyər ki, aktyorlarımızı götürək. Aktyor həyatı əsl sənətçi, aktyor həyatı acı həyat olur. Çox acı həyat. Çox. Çətindir, amma keçən il o konsertimdə olanda anşlaq idi. Yəni bir dənə boş yeri yox idi. Düşünürəm ki, bu il yəni bir gün az olacaq. Fikirləşəcəksən, bəlkə 2-3 gün edəsiz. Yəni sənə bunu arzu edirəm. Anşlaq olsun. Hər zaman sevəsən, ailəvi, seviləsən. Allah hər kəsin arzularını necə Azad deyirsə, həyata keçirsin. Və istəyirəm elə Azad, yəqin ki, sən də bir müğənni olaraq tənəffüs sənin üçün çox önəmlidir. Elə də
bəli, diafraqmal nəfəs, eyni zamanda Ayaz müəllim də, yəqin ki, nəfəs çox önəmli bir məqamdır. Mən istəyirəm bundan öncə verilişimizin əvvəlində vurğuladım ki, necə idmansız, pəhrizsiz deyəcəz, vay, Şafa xanım özü səhərdən axşama kimi idman edir, özü pəhriz saxlayır. İndi bu gün burada deyir ki, bəs necə bir dənə düzgün tənəffüs idmanıyla insan yağlardan azad ola bilər? Cəmi 10 dəqiqə gündə edirsiniz və gözəl nəticəni əldə edirsiniz. Bir daha vurğulamaq istəyirəm, bugün studiyamızın qonağı yoga, pilates mütəxəssisi, məşqçisi Maral xanım Əhmədzadədir. Özü də Evita Gözəllik Mərkəzində çalışır. İstəyirəm öz texnikasını, öz sirlərini bu gün elə Şəfalı Həyatda vurğulasın. Xoş gördük Maral xanım bir daha. Çox sağ olun Şəfa xanım. Mən də qonaqlarımızı salamlayıram. Bəli Şəfa xanım, düzgün nəfəs almaqla arıqlama mümkündür. Təbii ki, siz bir həkim diyetolog olaraq siz insanları daxildən şəfalandırırsınız. Biz insanları vizual görünüşdən şəfalandırırıq. Xarici görünüşdən. Xarici görünüşdən, bəli. Bəli. Yəni buna görə də düzgün nəfəs alıb vermək çox önəmlidir. Düzgün nəfəs alma texnikası ağciyərlərin fəaliyyətini yaxşılaşdırır. Belə deyək də, oksigeni bədənə beyinə, paylanmasında daha kömək çünki olur. oksigen ən önəmlidir bizim Bəli, üçün. bəli. Bədən nə qədər oksigeni qəbul edərsə, o qədər yağların parçalanması daha tez baş verə bilər. Ona görə bəzi insanlar idman salonlarına gedə bilmirlər, nəsə problemlər olur, oynaq problemləri olur, çəki problemləri olur, gedə bilmirlər. Yəni mən onlara demək istəyirəm ki, Hətta siz, bu dəqiqə bizə baxarkən, bax əziz bəli. tamaşaçılar, kiminsə kilo problemi var, kiminsə oynaq problemi var. Baxın, durmaq istəmirsiniz, tənbəllik edirsiniz. Bax elə bu dəqiqə Şəfalı Həyatı siz də bizi ilə bərabər izləyin və çox asan tənəffüs texnikalarını bizi ilə əldə edin və bunu cəmi gündə 10 dəqiqə edirsiniz. Səhər və 10 dəqiqə, axşam etməklə. Bəlkə bərabər Bəli, edək, Maral edə xanım. bilərik, Gəlin edə bərabər bilərik. edək. O Mən zaman bir şey vurğulaya bilərəm Bəli. ki, Şafa xanım. Yəni bunu ayağında problemi olan oturaq vəziyyətdə də eləyə bilər. İndi biz oturaq edək, yoxsa Yox, biz ayaq ayaq üstə eləyəcəyik. Amma yəni mən vurğulayıram ki, problemi olan oturaq vəziyyətdə Amma də biz eləyə bugün bilər. ayaq üstə edirik, amma siz onu rahat şəkildə elə oturaq şəkildə də edə bilərsiniz. İndi gəlin bura, keçək, görək Maral xanım bu texnikanı necə edəcək? Bu texnikanın sirri nədir? Bədəndə bundan öncəki vurğuladığımız kimi bəzi insanlar fikirləşir ki, insan kardio eləyəndə, insan belə də ki, bağırsaq təmizləyəndə insan kilo verir. Amma mən bir mütəxəssis kimi, məhz həkim diyetolog kimi vurğulamaq istəyirəm ki, insan düzgün nəfəs alanda oksigen və oksigen alırıq, karbon qazını xaric edirik. Məhz bu zaman bədəndə yağ yanma prosesi baş verir. Elə keçid Əgər biz bunu düzgün şəkildə eləməsək, biz nə qədər idman salonunda vaxt keçirsək də istədiyimiz nəticəni ala Belə deyək də, bilməyəcəyik. idman zallarında yatan insanlar, özlərinə aclıq elan edən insanlar niyə nəticə almırsınız? Çünki birinci növbədə düzgün nəfəs almırsınız. Bəli, indi keçək. Biz düzgün tənəffüs etmək üçün birinci növbədə biz buna diqqətlə fikir verməliyik ki, sağ tərəfdən burun dəliyimizi bağlayıb, sol tərəfdən uzun, dərin nəfəs alırıq. Deməli, orta barmağımızla Aha. sağ burun Sağ dəliyimizi burun bağlayırıq, dərindən nəfəs alırıq, qarnımızı və şişiririk. qarnımızı şişirdirik. Yəni buna diqqət yetirməliyik ki, qarnımız şişsin. Və solu bağlayıb sağdan nəfəsi buraxaraq qarın boşluğun qabırğaya tərəf çəkirik. Yəni diqqətlə bunu eləsəniz, o effekti tez əldə edəcəksiniz. Diqqətlə eləyin. O ikinci etapda Neçə saniyə saxlayır deyin. Nəfəs aldım. Şafa xanım, bu birinci etapda aldıq, nəfəsi aldıq, qarnımızı şişirtdik və verdik, qarnımızı içəri çəkdik. Bəs nə qədər saxlayırıq? Saxlamırıq. Saxlamırıq. Növbəli şəkildə bunu 10 dəfə təkrar edirik. Birinci başlayanda ola bilər ki, kimdəsə baş ağrısı ola bilər. Yəni bu normal haldır. Hətta baş gicəllənmə də ola bilər. Normal haldır. O yüzdən ki, beyin oksigenlə yaxşı qidalanır. O yüzdən baş ağrısı ola bilər. Bunu 10 dəfə təkrar edirik və gün ərzində elədikcə hər gün bir dəfə qaldıra bilərik. Yəni sayı qaldıra bilərik. İkinci etapda Şafa xanım, nəfəsi alıb, ikinci etapda nəfəsi alıb saxlayırıq. Nəfəsi alıb saxlayırıq Sadəcə və alırıq. aldıq, qarın boşluğumuzu şişirtdik və ürəyimizdə sayırıq. Ona qədər sayırıq. Yəni belə ona qədər sayırıq
və dərindən nəfəsi buraxırıq. Yenə nəfəsi buraxanda qarın boşluğumuz qabırğaya tərəf gedir. Çox Aha. qəşəng texnikadır, Maral xanım. Xoşuma gəldi. yəni Gəlin mən də evdə bunu eləyim. elədikcə nəfəs yolları o qədər gözəl Bəli. açılır ki. Elə ki hiss beynimə bir eləyirsiz. gözlərim elə bir işıqlandı. Onu düzgün nəfəs almayan insanlarda baş ağrısı ola bilər. Bəli. Yəni ona görə ki, birdən-birə oksigen beyindən qidalanır. Bu ikinci. Bu ikinci, aha. Üçüncüdə nəfəsi dərindən aldıq və dərindən ikisi ilə də bir yerdə verdik. Onu Bu başa da. düşmədim. İkisi ilə bayaq biri ilə aldıq, anladım, verdik. anladım. Aha, indi ikisi ilə aldıq, dərindən ikisi ilə verdik. Ay, sağ ol. Dördüncü etapda Şafa xanım, nəfəsi dərindən aldıq, verdik və saxladıq. Dərindən alım. Dərindən aldıq, verdik və saxladıq. Yenə ona qədər sayırıq. Aha. Ay, sağ ol. Bir də tam buraxırıq. Yəni bu hərəkəti biz gün ərzində Demək 1, 2, 3, 4 dörd. hərəkət oldu. Aha. Birinci hərəkət. Buna deyirlər yoga dilində puraka, Bəli. kumbaka, reçka, şunyaka. Çox bu maraqlı dörd adları hərəkət- var. Aha, bu 4 hərəkət yəni bizim tənəffüs yollarımızı açır, ağciyərlərimizi işlədir, bütün bədəni oksigenlə zənginləşdirir. Amma mən düşünürəm ki, mənim əzizlərim, indi hal-hazırda Şəfalı Həyatı izləyən bütün tamaşaçılar diqqətlə bizi izlədi və bugün yağ yandırma, tənəffüslə sirlərimizi açıqladıq. İndi isə mənim əzizlərim keçid alırıq sual-cavab rubrikamıza. Sponsorlarımızdan hədiyyələr düşür. Kimlər ki düzgün cavab verəcək bizim suallarımıza. Birinci sualımızı səsləndirirəm. Diqqətiniz məndə olsun. Çayın tərkibində hansı maddənin hesabına metabolizma sürətləndirir? İndi isə keçid alırıq ikinci sualımıza. Hansı ağartı məhsulundan daha çox kosmetik vasitələrdə istifadə olunur? Mənim əzizlərim, diqqətiniz məndə olsun. Sual-cavab rubrikamız davam edir. Üçüncü suala keçid alırıq. Hansı əfsanəvi xanım ilk dəfə südlü vannaları qəbul edir? Suallarımıza düzgün cavab verən insanlara sponsorlarımızdan hədiyyələr düşəcək. Aşağıda qeyd olunan Instagram səhifəmə Dietolog Şafa Yadigarova səhifəmizə ilk və düzgün cavab verənə hədiyyələr düşür. Mənim əzizlərim, ötən verilişlərdə dediyim kimi sual-cavab rubrikamız artıq start verib və bugün qaliblərimiz olacaq. Hər biri bizim sponsorumuzdan bir hədiyyə qazanıb və bugün qaliblərimizi təqdim etmək istəyirəm. İlk dəfə Şəfalı Həyat verilişində sual-cavab rubrikamızda udanlara hədiyyələr sponsorlarımızdan təqdim olunacaq. Və keçid alırıq birinci ilk qalibimizə. Nailə xanım, buyurun, xoş gəlmişsiniz. Ay maşallah, çiçəklərlə biz hədiyyə veririk, o da bizə hədiyyə verir. Çox sağ olun Nailə xanım, çox gözəl çiçəklərdir, təşəkkür edirəm. Və sizə istəyərdim söz verim. Necə oldu ki, bizi izlədiniz, efir vasitəsindən izlədiniz? Efir vasitəsilə sizi izlədim. 3 sualınız çay oldu, zəfəran çayı. Mən də ona... Sual nə idi? Sualı səslən. Hansı çayda zəfəran var? Hansı Lənkəran çayının? Zəfəran var, o da Şeyx çayında. Bəli, istəyirəm bu çiçəkləri götürəsiniz zəhmət olmasa və Lənkəran çayından deməli Nailə xanıma çay hədiyyəsi təqdim olunur. İndi isə keçirik ikinci qalibimizə, Ayda xanıma. Buyurun Ayda xanım, xoş gəlmisiniz. İkinci qalibimizə də sponsorumuzdan hədiyyə düşəcək. Sual belə idi ki, Azərsüd məhsulunun Neçə? pendirinin neçə növü var? Deməli, Azərsüdün neçə pendir çeşidi var? Bəli. Sponsorumuzdan xüsusi belə bir zəmbil hədiyyə. Vay, maşallah. Gör necə də ağırdır. Deməli, burada elə siz seçdiyiniz, hətta burada belə bir motal pendiri də var. Yeni çeşiddir. Kəsmik, peta pendiri, qaymaq, kefir. Hətta sizə bir kitab da hədiyyə düşübdür. Və keçid alırıq üçüncü qalibimizə. Türkan xanım. Buyurun Türkan xanım. Gəlin yanıma. Hər zaman evinizi izləyirik və suallara düzgün cavab verib. Salon ünvanı harada yerləşir? Nərimanov rayonunda
suala cavab verib qalib oldu. Olmusunuz bu salonda? Aha, bəli olmuşam. Aha, görürsüz, olubdur. Artıq sizə Evita Gözəllik Mərkəzindən hədiyyə kuponu təqdim olunur. Artıq onu seçim özünüz. Spa, saç düzümü, make-up artıq onu siz özünüz seçəcəksiniz. Buyura bilərsiniz. Odur ki, Çox mənim sağ olun. əzizlərim, baxın, gördünüz ki, bizim gözəl qaliblərimiz, gözəl xanımlarımız, kimlər ki, şəfalı həyatı hər bazar gün saat 3-də Ayırba kanalında izləyir, artıq əlləri dolu bizim studiyamızdan gedirlər. 2025-ci il artıq belə deyək bahar fəslidir. Gözəl bu. Mən də həmişə deyirəm, baharda mənə ideyalar gəlir. Bax sizə bu baharda nə ideya gəlib? Ya bir neçə il önce ama hələ premyerası olmayıb bir sənədli film çəkmişəm. Torpaq adında Qərbi Azərbaycan mövzusu. Hələ müharibədən əvvəl onu çəkmişəm. Biri tarixi salnamədir. Tam metrajlı. Yani hadisələrin ancaq canlı iştirakçıları danışır ve bütün Sovet dövründən ta o dağlar arasında bütün bu əbalar. Premyerası Allah koysa yani çok şad olardım. Bizi mütləq dəvət edəsiniz Ayaz müəllim. Sevə-sevə gələcəyik, iştirak edəcəyik. Ama yəqin ki may ayında. Mayda İşte inşallah. hamıya may düşərdi. Mayda konsert, mayda təqdimat. Mən hər bir qonağıma bugün dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün şəfalı həyat verilişinin komandası və özümün şəxsin adımla Ayaz müəllimə dərin təşəkkürümü bildirmək sağ olun. istəyirəm. Azad, sənə bu yolunda uğurlar arzu Təşəkkür edirəm. edirəm, çox Bilirəm sağ ki, çox zəhmətkeşsən, çox işvi sevənsən, səni hamı sevir. İçində də biz, bütün Əzizdə ailəmizlə, olasınız. Təşəkkür. sən bizim əzizimizsən, sənə konsertlərə uğurlar arzu edirəm. Əziz tamaşaçılar, bir daha vurğuluram. Mayın 23-ündə Heydər Əliyev sarayında Azad Şabanovu sevənlər hamı buyurub gələ bilər. Mən özüm də dediyim kimi birinci sırada, hamıdan tez özüm gələcəm mütləq. Sənə İnşallah uğurlar görüşək. arzu edirəm Azad. Təşəkkürlər, amin. Mayın 23-ü gözləyəcəm. İnşallah. Maral xanım, sizə də təşəkkür etmək istəyirəm. Çox sağ olun. Artıq növbəti həftədən gələcəm sizin mərkəzə. Həm yoqaya, həm üzgüçlüyə. Mən üzə bilmirəm, yalan nə deyim. Hətta onu vurğulamaq istəyirəm ki, Maral xanım yoga pilates təlimçi ilə bərabər üzgüçlükdür. Çox gözəl, professional o dərsləri keçir. Artıq keçirəm üzgüçlüyə və bugünkü make-up'ıma görə Evita Gözəllik Mərkəzində mənim əzizim, sevimlim Şəhla xanıma make-up'ıma görə təşəkkür etmək istəyirəm və təbii ki, saç düzümümə görə Sayalı xanıma təşəkkür etmək istəyirəm. Var olasınız, əllərinizə sağlıq və buradan Nur Mobilya mebel dükanlarına təşəkkür etmək istəyirəm. Başda da Rəşad müəllimə təşəkkür edirəm. Yeri gəlmişkən mənim qonaqlarıma bugün hədiyyələrimiz var sponsorlarımızdan. Elə istəyirəm hədiyyələrimizi də sizə təqdim edim. Buyurun Maral xanım. Çox sağ olun, təşəkkür edirəm. Ayaz müəllim, Çok sağ buyurun. olun. Çok sağ olun. Bu da Azad sənin hədiyyən. Çok İndi sağ isə keçək Azadın gözəl ifasına. Sen hayatımın mənası sənsən. Sen dağlarımın zirvəsi sənsən. Sen ürəyimin nəğməsi sənsən. Ağrım arzum ümidum sənsən. Vətən səninlədir qəlbim. Sensiz şikəst quşa bənzərəm. Sensiz sevinç dolu gülmərəm. Sensiz xoşbəxt ola bilmərəm. Sınıq gülə dönərəm. Vətən sensiz olsa qəlbim. Vətəndir, mənə qanad verən vətəndir. Ömrümə rəng qatan vətən Azərbaycan. Vətəndir, mənim fəxrim, sevgim vətəndir. Xəyallarım, eşqim vətən Azərbaycan.
uşaqlıq anılarım sənsən, sənsən, bugünümün sabahı sənsən, sənsən, ürəyimin nəğməsi sənsən, ağrım arzum ümidim sənsən, vətən səninlədir qəlbim. Sənsiz, sənsiz yaza bahar demərəm, sənsiz, sənsiz həyatımı sevmərəm, sənsiz, sənsiz xoşbəxt ola bilmərəm, sınıq gülə, gülə dönərəm, vətən sənsiz olsa qəlbim. Vətəndir, mənə qanad verən vətəndir, ömrümə rəng qatan vətən, Azərbaycan. Vətəndir, mənim fəxrim, sevgim vətəndir, xəyallarım, eşqim vətən, Azərbaycan. Vətəndir, mənə ilham verən vətəndir, mehriban diyarım vətən, Azərbaycan. Vətəndir, mənim fəxrim, sevgim vətəndir, xəyallarım, eşqim vətən, Azərbaycan. Azərsüd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzinin baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.